Təəssüflər olsun, heç bir yerlik yoxdur. Biz torpaq ala bilmədik. Biz hələ Suraxanidə bizə o torpaqların ayrılmasını gözləyirik. Qarabağ klubunun büdcəsi var, mənim büdcəm var şəxsən. O Suraxanın sərəncamı bizə verilsə, uzun müddətli bizə arenda verilsə, mən sizə qoşuluram ki, bu bizim üçün çox önəmlidir. Mənim bugün Qarabağ üçün həyatdakı ən böyük arzum bizim yeni yetmələrin oynaya biləcəyi profesional bir yer yaratmaqdır. Təəssüflər olsun, böyük qələbələrin yanında biz orada heç nə uğur qazanmamışıq. Orada hələ də mən belə özümdən də, klubumdan da o barədə narazıyam ki, biz bir şey elə bilmirik hələ. Özünüzdən də bəs bu barədə nəsə bir təklif falan gəldikmi ondan sonra yox? Xeyr, təəssüflər olsun, heç bir təklif gəlməyib. Baxmayaraq ki, biz təklif vermişik ki, biz oraya investisiya hazırıq. Orada təzə bir cavanlarımız üçün imkanı yaratmağa hazırıq. İnvestisiya planları təqdim, yəni eləməyə də hazırıq. Təəssüflər olsun, heç bir xəbər yoxdur hələlik. Biz də gözləyirik.